Bismillahirrahmanirrahim. Birinci imamın adı Əli İbni Əbi Talib. Əli əleyhissalam Be'esətdən 10 il qabaq, yəni Peyğəmbərə peyğəmbərlik verilməmişdən 10 il qabaq Rəcəb ayının 13-cü Məkkə şəhərində Kəbə evində dünyaya göz açmışdır. Əli əleyhissalamın atası Əbu Talib Peyğəmbərə iman gətirməklə yanaşı, eyni zamanda Peyğəmbərə həmişə dayaq və dəstək olmuşdur. Anası Fatimə binti Əsəd seçilən xanımlardan pak və iman əhli olan xanımlardan olmuşdur. Əli əleyhissalamın məşhur ləqəblərindən Əbul Yətama vəl Məsakin, miskin və yetimlərin atası, Əsədullah, Allahın şiri, Əxur Rəsul, Peyğəmbərin qardaşı, Əmirul Bərərə, yaxşıların əmiri, Əmirul Cuyuş, orduların komandiri, İmamul Əbrar, yaxşıların imamı, Əminur Rəsul, Allah Rəsulu sallallahu aleyhi və səlləmin sirdaşı, Babul Mədunətil elm, yəni elm şəhərinin qapısı, Xəlifətur Rəsul, Peyğəmbərin xəlifəsi və ən əsası da, ən məşhur ləqəbi isə Əmirəl Müminin olub, yəni möminlərin əmiri olub. Künyələri isə Əbul Qasim, Əbul Turab, Əbul Həsən, Əbul Hüseyn, Əbul Əimmə kimi məşhur künyələri də olmuşdur. Əli əleyhissalam 63 il ömür sürmüşdür. Hicrətin 40-cı ili Ramazan ayının 21-də Kufə şəhərində Əbdurrəhman İbn Mülcəmin vurduğu qılınc zərbəsi ilə şəhadətə yetmişdir. Əli əleyhissalam İslamın ilk vaxtlarından daim Peyğəmbərin yanında olmuş və İslamın yayılmasında, möhkəmlənməsində, ayaqda qalmasında ən öndə gedən şəxslərdən olmuşdur. Xüsusən İslamın döyüşlərinə biz baxsaq, Əli əleyhissalamın İslam döyüşlərində nə qədər əvəz olunmaz xidmətlərin olduğunu görərik. Hətta bəzi döyüşlərdə Peyğəmbərin Əli əleyhissalam haqqında tarixdə qızıl hərflərlə yazılası kəlamları da vardır. Məsələn, o döyüşlərdən biri Xəndək döyüşünü misal çəkmək olar. Xəndək döyüşündə Əli əleyhissalam meydana getməmişdən qabaq Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, artıq imanla küfür üz-üzə dayanmışdır. Xəndək döyüşündən sonra Peyğəmbərin Əli əleyhissalam haqqında buyurduğu kəlamlardandır ki, Əlinin xəndəkdə vurduğu zərbə qiyamətə qədər insanların və cinlərin ibadətindən üstündür. Xülasə, İmam Əli əleyhissalam ədalətdə, şücaətdə, səxavətdə ən öndə, ən zirvədə gedən şəxslərdəndir.